Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin İdarə Heyətinin 2025-ci ilin yekunlarına həsr olunmuş genişləndirilmiş iclası keçirilib. Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb. İclasda Taibin sədri akademik Sudeyev İmamverdiyev çıxış edərək bildirib ki, təşkilat 2025-ci ili uğurla başa vurur. Belə ki, ötən illərdə olduğu kimi bu ildə Taib Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ictimai qurumları ilə əlaqələrini inkişaf etdirərək birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıb. İclasda Taibin sədri müavini Eyvaz Hümbətov il ərzində görülmüş işlərə dair hesabat xarakterli çıxış edərək təşkilatın əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. O qeyd edib ki, Taib il ərzində Türk dövlətləri arasında ictimai əlaqələrin möhkəmləndirilməsi, ortaq dəyərlərin təbliği və Ağsaqqallıq İnstitutunun rolunun artırılması istiqamətində mühüm addımlar atıb. Eyni zamanda idarə heyətinin üzvləri ilə birlikdə 2026-cı il üçün fəaliyyət planı müzakirə olunaraq birgə layihələrin genişləndirilməsi, konferansların təşkili, gənclərin bu proseslərə daha fəal cəlb edilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. İclasın sonunda qarşıdakı dövr üçün müvafiq qərar və tövsiyələr qəbul edilib. Sonda Taibin il ərzində gördüyü işlərlə bağlı video çarx nümayiş olunub və tədbirlərin mediada işıqlandırılmasında fəaliyyəti ilə seçilən Missiya Media qrupunun bir neçə əməkdaşına fəxri fərmanlar təqdim olunub. Nurlana Əhmədova, İlahə Qəmbərli, Hüseyn Babayev, Çingiz Abdullayev, Missiya TV.